Değerli dostlar, cəmi 2 diplomat qalıb. Videosunu çəkmişdik, orada görmüşdünüz. Belə geniş nabordu ve Gear firmasından və komplektində nə idi? Baş qırxanıdır, pakovkanın içindədir, hamısı salafandır. Təmiz nolu götürən, sıfıravoy ekranlı, hətta fanar da var üzərində. Sonra bax, bir dənə üz qırxanıdır. Təmiz nolu götürür ha. Bu Gear firmasının ən üstün modelləridir da. Bundan yuxarı bir şey yoxdur. Profesional dəstək ev üçün də alıb istifadə edə bilərsiniz. Kompakt ölçüdür. Sonra şey veridir, 2 nasatqalıdır da çıxartmıram, rahat deyil. Sonra bax fenidir, kompakt ölçüdə. Amma gücü, qüvvəti möhtəşəmdir bunun. Həm də ki ionikdir. İyonikdir, saçı yandırmır, parlaqlıq verir. Obşum əla bir şeydir. Belə nasatqasıdır, içində 2-3 dənə. 9 stansiyadır. Birbaşa belə düzürsən, həm zaretka yığır, həm də ki pastavka kimi istifadə edirsən də. Yəni daha hərəsinin bir yana atmağa ehtiyacı yoxdur. Müxtəlif adapterdir, kabelləridir içində. Bir də ki bax, bunlar üçün üz qırxandır. Daha doğrusu üz qırxanın nasatqalarıdır. 24 mm qədər içində demək olar var. Bu da ki üz qırxanın şeylərdir, nasatqalarıdır. Belə. Bu gözəlliyin qiyməti cəmi 380 manatdır. Çatdıra da bilərəm, səhifədən sifariş versəz, göndərərik. Hələ altında görün nələr var bunun. Deməli, şotkası var burada. Sonra bunun da altında nəsə olmalıydı, onu da göstərim. Yağıdır. Bir də ki şey var, sinəlik deyək də, döşlüyü var bunun. Fartuk, rus demişəm. O da var, o prosto şeyin altında, diplomatın altındadır. Cəmi 2 dənə qalıb. Bir bu, bir də ki bu. Sifariş verin, göndərək.